Rus dilində cəmi bilirdim 2 dənə söz. Bilmək Su, olar hansıdır? su, bir də ki çörək. Azmış. Bəli. Döyüş acından ölməzdi. Elə mən indi belə Zaten belə. bəllidir acından ölür. Bəli. Özünüzü bir cümlə ilə necə təqdim edərdiniz? Bir cümlə ilə konuşsa çətindir. Status kimi nə ilə burada məşğuluq? Cavanlıq cəmiyyət sədri. Novosibirsk şəhərinin merinin sovetniki. 2 sazıv, to есть 8 il deputat olmuşuq burada. Bizi bir cəmiyyət kimi, bir cavanlıq cəmiyyət sədri kimi burada çox sevirlər. Çünki biz hansı bayramları keçirdiriksə burada, hamısını keçirdirik. Böyük, şənlik. Azərbaycanda çox böyük tədbirlər keçirirsiniz. Bəli, tədbirlər çox böyükdür. Tədbirlər çox böyükdür, amma onun var başqa millətlər böyük tədbirlər keçirdirlər, amma axıracan millətə çatdıra bilmirlər. Hansı millətdir? Niyə bu tədbirləri keçirdirlər? Nə millətə, допустим, Rus millətinə nə çatdırmaq istəyirlər? Biz isə ki, elə keçirdirik ki, bizim millətimiz Azərbaycanlılar bir də belə yaşayırlar. Azərbaycanlılar çox tərbiyəli insanlardır. Azərbaycanı düzgün təbliğ edirsiniz. Bəli. Düzgün çatdırırıq. Çünki nə görmüşük, biz orada biraz necə deyirlər, biraz tutmuşuq da, bir 10 yaşından oradan keçmişik bura Novosibirskə. O tərbiyə, o kultura nə orada görmüşük, nə tər var, belə millətə burada çatdırırıq. Bu vəzifəyə gələn yolunuz necə başladı? Çətin idi deyəsən. Çox çətindir, nasam deyil. Bəzi adamlar, bəzi tanışlar, dostlar, qardaşlar belə vəzifəyə çatmaya mümkün pullar buraxırlar. Mən öz gücünüzə gəlmişsiniz. Bəli, öz gücümlə, öz tərbiyəmlə buna çatmışıq. Necə ata-ana bizə tərbiyə veriblər, necə o yolları bizə qoyublar ki, təmizliklə, pulsuz, öz xidmətimlə, öz köməyimlə, öz başımla gəlib bu yola çatmışıq. Niyə məhz Rusiyada siyasi fəaliyyəti göstərməyi seçdiniz? Deməli, məktəbdə burada böyüləndə Sörovna ayrı seçkilik var idi. Sörovnu bizi bir qara millət kimi sayırdılar. Amma deyirlər, qara millət də bu Çeçenlərdirlər, Dağıstanlılar, Qazaxlardılar, Gürcülərdirlər, Ermənilərdirlər. Hamısını basırdılar bir şeyə, deyirdilər ki, qara söz, o birisi söz, bu birisi. Amma biz istəyirdik ki, millətə çatdıraq, qaralar raznıdırlar. Onların içində var erməni, Azərbaycanlı, Gürcülər. Biz Azərbaycanlıları göstərirdik ki, belə millət var, belə bir dövlət var. Bu dövlətin belə milləti var. Buna görə istəyirdik ki, Rus millətinə çatdırmaq, bizim də öz kulturamız var. Öz mentalitetimiz var. Bizim mentalitetimiz də gözəl bir mentalitetdir. Bizdə də ki, o dövlətdə, Azərbaycanda yoxdur ki, elə biz gələk, kimisə vuraq, döyək, elə başa salaq. Çünki belə Azərbaycan действительно belə bir gözəl ölkədir ki, özünü indi даже baxırsan Azərbaycana, vaxtında Heydər Əliyev, indi İlham Əliyev necə ki, o urovnə qaldırıb ki, Azərbaycanı. Biz də istəyirik ki, biz də ondan fəxr edirik. Biz də Azərbaycanlıyıq, biz də ondan fəxr edirik ki, onu göstərmək istəyirik ki, biz də o gözəl ölkənin bir millətiyik. Bəli. Burada ona görə istəyirik ki, çatdıraq onu. Novosibirskdə Azərbaycanlıların nüfuzunu artırmaq üçün konkret hansı addımlar atmısınız? Deməli, bu biraz nasam dili çox çətin işdir. Çox çətin işdir. Çünki любой bir Azərbaycanlı onu bura çağıranda, onu başa salmaya, belə
böyük bir merapiriyatiya keçirtmeye, Azerbaycan Devlet Günü, Heydər Əliyevin ad günü, to есть Nar bayramı и так далее keçirtmeye çox çətindir ki, onları başa salmaya ki, biz ay dostlar, ay qardaşlar, biz bunu eləyirik ki, Tofiqə görə yox. Tofiqə lazımdırsa Tofiq özü götürər 5 şişi qranat alar, nar alar, aparar, paylayar, deyər bizim nar bayramımızdır, gələr də belə ya nar soku aparar, ya nar vinosunu aparar, deyər ki, biz beləyik. Amma istəyirik ki, bu millət burada 2 milyondan çox əhali yaşayır. Biz istəyirik ki, bizimkilər bu millətə, местный adamlara, Rusiyada mnogonasionallidir, Novosibirsk mnogonasionallidir. Çünki hər millət istəyir ki, öz kulturasından biraz danışsın. Amma bizimkilərə çatdıranda deyir, mənə nə lazım? Birlik yoxdur. Birlik yoxdur. Amma biz çalışırıq ki, bu birlik olsun. Yəni bacardığınız qədər birliyi qorumağa çalışmaq. Nə qədər mümkündür biz onu çalışıb eləyirik. Nə qədər bizdə o alınır. Düzdür, indi bizə lazım olanda biz zəng edirik dostlara, qardaşlara. Onlar hamısı kömək eləyirlər. Biz Azərbaycanlıları o böyük merapiriyatiya 150, 200, 300 nəfər yığa bilirik spokojno, problem deyil. Amma bu даже 300 nəfərin içində çox adamlar var ki, biz çağırır, deyir, səndən bizə pul zad lazım deyil. Heç nə lazım. Gəl prosta iştirak elə. Prosta gəl iştirak elə. Prosta bax, bəlkə Tofiq düz aparmır, düz bilmir. Bəlkə sən bunu Tofiqdən yaxşı bilirsən, gələrsən Tofiqə deyərsən ki, kişi, nar bayramı belə deyir, nar belə deyir, belə olmalıdır. Heydər Əliyev orada olmayıb, burada olub. Belə olmayıb, belə olub. Bizim səhvlərimizi bizə görə siz deyəsiniz. Ona görə siz kritikanı qəbul edərsiniz. Biz kritikanı imенно bizim cavanlıq cəmiyyəti ya prinsipi cəmiyyət bu formada biz elə yol qoymuşuq ki, ay dostlar, ay qardaşlar, nə düz eləmiriksə, nə səhvimiz varsa, gəliz deyiz. Arxada yox. Gəliz burada deyiz ki, biz gələn səfər onu səhvimizi düzəldək, biraz da qabağa gedək, biraz da yaxşı inkişaf edək. Çünki qabaq zamanlar cəmiyyətlər biraz başqa fikirlə, mənim fikrim elədir ki, biraz başqa fikirlə cəmiyyət yaradırdılar. Birlik yox idi, 5-6, 10 dənə cəmiyyət var idi. Çalışırdılar ki, nə bilim, necə deyirlər, rus dilində portfeli delili с собой. Hərəsi istəyirdi ki, oradan kusok alsın, buradan kusok alsın, ya getsin merlə, ya qubernatorla görüşsün. Biz indi elə situasiya səzdəmət eləyirik ki, onlar gəlirlər, bizi seçirlər. Onlar gəlirlər, görürlər ki, kim inkişaf eləyir. İşimizin bəhrəsini görürsünüz. Bəli. Ona görədir ki, siz özünüz gördünüz ki, bizim ən qədər qramatlarımız var. Hamısı merdən, qubernatordan, prezidentdən, hər nə var, o elə-belə işləyir. O действительно biz o günləri uşaqlarla yığışmışdıq. Cəmiyyətin üzvlərlə yığışmışdıq. Onlar soruşlar, deyirlər ki, допустим, filankəs belə medal alıb, o birisi belə medal alıb, sən niyə almırsan? Mən deyirəm ki, mən sizə medal almayı mən yazıram. Xarakteristika sizə medal versin. Amma mənə medal verməyə, mənə dövlət görür. Dövlət görür, əgər rişət eləyirsə, o mənə medal verir. Ona görə ki, biz inkişaf edirik. Bir dənə, o mənim fikrim elədir. Bizim cəmiyyət inkişaf edir, ona görə ki, biz medalları belə asmırıq. Bizə nə medal verirlər, o medallar biz üçün zaslujенный medaldır. Bizim işlərimizə, bizim hərəkətimizə görə biz o medalları alırıq. Mən də sizin bir neçə tədbirlərinizdə iştirak eləmişəm. Həqiqətən də sizin nə qədər titizliklə və ehtiyatla mən deyərdim yanaşdığınızda mən həmişə özümə sual verirdim ki, yəni həqiqətənmi sırf pula görə, göstərişə görə deyil də, yəni həqiqi Azərbaycan mentalitetini bu qədər gözəl göstərib və təbliğ eləyə bilənlər var və buna görə də mən Azərbaycanda yaşayan Azərbaycanlı kimi sizə buna görə minnətdaram, təşəkkür edirəm. Sağ olun. Rusiyada böyüyən Azərbaycanlı gənclər öz milli kimliyini itirmədən necə inteqrasiya ola bilir? İnteqrasiya söhbəti, na samом деле, bu dövlətdə
Россiyada, именно Novosibirskda hər tərəfli usluviya создавать olunub. Даже bizim bu cəmiyyətdə, bizim otaqlarda gördüyünüz, orada учебный klass var. Orada atributlar var, Azərbaycan atributları, orada Rus atributları var. Допустим, kim buradan anadan olub, ya kim Azərbaycandan anadan olub, təzə bura gəlib, buranın mentaliteti bilmir. Biz çalışırıq onları yığmaya, onlar öz arasında mentalitlərlə обмен olsun da, bir-birindən danışsınlar. Bəli. Onlar bilsinlər Azərbaycanda nə təyərdir, bu birisilər bilsin Novosibirskdə nə təyərdir. Deməli, Novosibirsk şəhərində, vilayətində şəhərin meri, necə deyirlər, rukovodство hamısı bu imkanı bizə verir. Bu verir ki, даже bizə pulla da kömək eləyir. Düzdür, elə bilə yox, biz deyirik, bizə pul lazımdır, bizə pul verirlər. Yox. Biz konkret yazırıq ki, biz bu merapриятиeni keçirmək istəyirik. İstəyirik ki, inteqrasiya olsun. Deməli, Rus Azərbaycanlıları inteqrasiya eləsin. Azərbaycan kulturasını, Azərbaycan cavanları Novosibirsk mentalitetini bilməyə, tamam başa düşməyə учебничи мероприятияlar aparırıq, kulturni мероприятияlar aparırıq. Onlar deməli ona bizə grant verirlər, subsidiya verirlər. 100 min, 200 min, vaxtında 50 mindən başlayırlar, indi milyona qədər pul verirlər. Problem deyil o haqda. Действительно, onlara da bizim minnətdarlığımızı çatdırmaq istəyirik ki, onlar ayrı seçkili saymırlar. Onlar demirlər, ki, siz Rusiyadasınız, nə Azərbaycan. Rus vətəndaşısan, Rusiyadan danış. Amma yox, elə söhbət yoxdur. Qabaq, действительно, mənim özümdə bir kompleks kimi var idi ki, bizə imkan verməzlər böyəlməyə, vəzifə almaya elə bilər. İndi şükür Allaha 40 yaşında mən onu gözəl başa düşürəm. Əgər başın varsa, əgər hərəkətin düzdürsə, əgər sən başa düşürsən ki, hansı dövlətdəsən, nə burada, hansı yolla bu dövlət gedir, nə istəyir bu dövlət səndən, pожалуйста, get elə. Deputat olanda mən fikirləşirdim ki, Azərbaycanlı Rusiyada deputat. Fikirləşirsən ki, bilmirəm Azərbaycanda indi nə dəyərdir. Burada mən deyirəm, öz başım fikirləşirəm, necə yəni? Yəni həqiqətən hər adam bunu əldə edə bilməz, hələ ki də yəni rüşvətsiz bu yerə gəlmək, bu sizin üçün həqiqətən bir plusdur və nətər deyirlər, alnı açıq, siz hər yerdə rahat ona görə də sözünüzü deyə bilirsiniz. Bu sahədə ən böyük maneə nədir? Sistem, yoxsa mentalitet? Naverno, burada olmalıdır balans. Olmalı deyil, nə sistem, nə də mentalitet. Onlardan birini qabağa düşsün, arxaya gedərsən 100%. Çünki sistemlə getsən, sistem pastayanla öz yolunu o yan bu yana verir. Çünki o politikadır. Sistem politikadır. Politikada nə təhər sənə deyir, elə eləməlisən. Amma mentalitet söhbəti sən delikatla çatdıra bilsən, həm dövlətə, həm millətə, onda sən udarsan. Bugün biz, necə deyirlər, o zalato şeridinə tutmuşuq, onunla gedirik. Şükür Allaha bizdə o gözəl alınır. Əgər bu politikayla getsək, cavanlar gəlirlər bizə. Mən, допустим, institutda bir müəllimliyəm, bir dərs aparıram da. O dərsi də kimə deyirsən, onlar baxırlar, deyirlər ki, основы государственного муниципального управления. То есть, dövlət nə tər yaranıb, nə tər yaratmaq lazımdır, nə tər işləmək lazımdır dövlətdə, sən o dərsi aparırsan. Mən indi bizim Azərbaycanlı olduğu da. Azərbaycanlı olduğu. Bu nə deməkdir? Bəli, bura gələndə 96-cı ildə gəlmişəm Novosibirskə. Rus dilində cəmi bilirdim 2 dənə söz. Bilmək olar hansıdır? Su, bir də ki çörək. Bəli. Döyüş acından ölməzdi. Elə mən indi belə acından ölür. Bəli. Belə də o fikirlə adama elə gülmək gəlir. Deyir ki, necə yəni sən gələsən başqa dövlətə, onun dilini bilməyəsən. İndi onun dilin
Rus yerlilərlə, dilini bəli, onlara öyrədirsiniz bəli, siz. bəli, bəli. O nəsəm dedim, mənə ləzzət verir. Ləzzət verir nətər? Mən özümü onlardan üstün hesab eləmirəm. Ləzzət verir ki, o mənim yenə də atam, anam o tərbiyə mənə verib ki, o yolu bizə qoyub ki, biz heç kimdən özümüzü üstün tutmuruq. Amma elə demişik ki, niyə gərək uslovno tam Tahir Tofiqdən yaxşı olmalıdır. Yox. Tofiq elə oxuyar ki, Tahiri də gəlib keçər. Sadəcə olaraq istək və məqsəd Bəli, olmalıdır. bəli. Məqsəd qoyursan ki, onunla da inkişaf edirsən, gedirsən qabağa. Bugünkü gənclərə bir cümləlik mesajınız nə olar? Bir mesaj. Deməli, mən birinci dəfə seçkiyə gedəndə mənim bir lozunqum vardı. O lozunq məndən indi də var. İndi də gedir, o lozunqdan yaşayıram. Deməli, rus dilində deyim, ondan sonra Azərbaycan dilinə перевод eləyərik. Помню прошлое, знаю настоящее, думаю о будущем. Deməli, biz əgər öz istoriyamızı bilməsək, öz dədə-babamızı saymasaq, öz ata-anamızı saymasaq, biz bugün yaşaya bilmərik. Əgər biz bugün yaşaya bilmərik, bizim sabahımız yoxdur. Ona görə ki, istəyirəm ki, bizim cavanlar, nə ki cavanlar, bizim həmyerlilərimiz, bizim Azərbaycanlılarımız öz istoriyasını, öz tarixini, öz ata-anasını heç yaddan çıxartmasınlar. Onları öz uşaqlarına çatdırsınlar. Nə əziyyətlə böyüyüblər, necə hansı çətinliyi keçirdiblər. Çünki biz də biraz o Sovet dövlətinin dağılmayını gördük. İndiki uşaqlar onu görmürlər. İndiki uşaqlar çətinliyi görmürlər. Şükür Allaha onlar görmürlər. Amma çətinlik bizə o usloya sozdavать eləyib ki, biz qabağa gedirik. İndiki bizim uşaqlarımız nə istəyirlər, biz onlara veririk. Telefon, maşın, motosikl, bəli, onlar heç fikirləşmirlər. Bəli, onlar fikirləşmirlər. Biz bayaqları ilə uşaqlarla danışırdıq, deyirik ki, indi uşaqlar nə istəyirlər, eləyirlər, amma nə lazımdır inkişaf eləməyə, onu görmürlər. Görürlər ki, internetdə o lazımdır, bu lazımdır, onu eləyirlər, vəsə. İndi tim belə sosial şəbəkə ilə yaşayırlar. Bəli. Sonuncu bir sualımı da verim. Siz tarixdə necə xatırlanmaq istəyirsiniz? Güclü yoxsa ədalətli lider kimi? Biraz provokasiya oldu. Bu na samом деле buna Rus dilində cavab vermək istəyirəm. Burada verin, yox subtitrlə. Buna Rus dilində cavab vermək istəyirəm. Deməli, конечно, хочется, чтобы в истории тебя запомнили как сильного лидера. Но обычно сильный лидер, в моем понимании, это много, наверное, грубости, много жесткости. Но этого я себе не могу позволить, потому что максимально пытаюсь войти в положение каждого члена нашей организации, каждого человека, который хочет вместе с тобой идти. Потому что если я очень серьезно отношусь к нашей деятельности, потому что репутация нашей организации для меня очень многого стоит. Потому что, о чем мы ранее говорили, что дойти до этого уровня своими силами, своими возможностями, своими финансами, это дорогого стоит. Это нервы, это бессонные ночи и так далее, и так далее, и так далее. Это голодные ночи, потому что порой ты деньги выделял, помогал людям, а сам оставался без денег, потому что были периоды, чтобы для понимания, я и таксовал, я и разнорабочим работал, потому что меня воспитали так, что содержать свою семью это не стыдно, да, то есть не стыдно там
отвлекаться, там, думать, что, там, такси не пойду, потому что это такая работа, в стройку не пойду, потому что это такая работа. Я, будучи депутатом, таксовал. Будучи депутатом, таксовал. И у меня есть статистика, это все сохранено для моих детей, для моих внуков, чтобы они видели, что все это не дается просто так. Да. И все это не дается просто из-за того, что там ты чей-то сын там, и так далее. Да, я вырос там, родился в семье учителей, да, то есть мой дед там был директором школы, учителем истории. Я первый внук в своем роду, да, то есть у деда 5 сыновей, я первый сын в их роду. Вот, после меня там начали все сыновья рождаться, вот. Поэтому то воспитание, которое мне дал дед, да, к сожалению, как бы он умер, да, он все время таскал меня с собой, и он меня поднатаскивал вот этими жизненными взглядами, я ему благодарен за все это. Вот, и это с нами остается, и благо и родители, ну, поддержку в этом плане давали. И как окружение говорит, и я вижу, мой отец достойный сын своего отца. И я хочу, чтобы никак его не подводить, быть достойным его сыном, а мои дети были достойными меня. Я всегда говорю, и у меня отец, я помню, как ты говорил, если, говорит, мои дети будут на 10% такими, как я буду счастлив. А я говорю, если мои дети будут хотя бы на 1% такими, как я буду счастлив. И слава Богу, мы являемся примерами для своих детей, и дети этим заражаются и видят, насколько выбор делать все-таки им однозначно, да, в какую сферу идти и так далее. У нас в роду там нет врачей. Мой там старший сын хочет стать врачом. Ну, а другой хочет стать политиком и так далее. Я говорю, ну, ты пойми, насколько это все серьезно. Он говорит, пап, посмотрел на тебя, у меня все получится. Я говорю, ну вот дай бог. И когда вот мы говорим о том, что серьезность или жесткость, ну, наверное, хочется быть добрым, понимающим руководителем, чтобы люди к тебе тянулись. Я говорю же, опять же, преподавая в институте, первые мои студенты второго курса, а у меня, то есть, когда перед студентами презентация должна быть, кто ты, что ты, откуда и так далее, я открываю в первую очередь, смотрю, кто передо мной сидит. И такой читаю, ну там Иванов, Сидоров, Петров там, и такой Мамедов, Мурат и так далее. Я такой, да ладно. И все, и начинаю говорить о себе, а он родился в смешанной семье, да, семье метисов, мама русская, папа азербайджанец. Ну, это потом выяснилось. Я говорю там, я такой-то такой, Гусейнов Туфик, там, Агасали Маглы на тот момент, да, то есть для того, чтобы комфортно было, я там, у меня отца два имени, Агасалим и Айдын. Для того, чтобы комфортно было здесь развиваться и так далее, я там в паспорте изменения сделал, да, то есть в рамках законодательства. Теперь Гусейнов Тофик Айдынович. И зачитываю и говорю, что я там с Ленкоранского района, что Азербайджан тоже многонациональная республика, там являюсь талышом и так далее. Смотрю, у него глаза загорелись. И все, и такой, и ты смотришь, вот... Самый приятный. Да, и ты получаешь от этого удовольствие, что он, как бы, может быть, об этом и не хотел говорить. А теперь уверенно, видит, что преподаватель об этом говорит уверенно, он такой, да, я азербайджанец, да, я талыш. Гордо говорит. Да, конечно, гордо говорит. Потом они стали, и он, и его друзья, товарищи стали членами нашей организации. Потом он женился уже в нашей организации с девочкой, да. И наши ребята, которые у нас развиваются, они уже работают в мэрии. Наши члены организации работают в мэрии и работают на финансовых должностях. Почему? Потому что те мероприятия, которые мы проводим, государство, чиновники видят, какие у нас активисты, в каком направлении они, воспитаны. И с удовольствием они просят, можно мы вас возьмем на работу? Можно мы возьмем того-то на работу? Можно того? Да, конечно. Мы вот от этого получаем удовольствие. И я горжусь этим, я везде это говорю,
что члены нашей организации на высоком уровне ценятся что в городе, что в правительстве Новосибирской области. Поэтому я думаю, мы в правильном направлении и думаю, у нас все будет получаться. Çox sağ olun, təşəkkür edirəm sizə və bizi Azərbaycandan gəlib biz gəldik, qırmadınız bizi çox gözəl qarşıladınız. Təşəkkür edirəm buna görə də. Yenə də deyirəm, sizin kimilər bizim başımızı uca eləyir və fəxr eləyirik ki, həqiqətən gənclərə yol göstərən Rusiyada olsun, başqa ölkələrdə də olsun. Yəni həqiqətən də insan ölkədən qıraq olanda güclü bir dəstəyə ehtiyacı olur. Hələ də cavanların. Bəli. Bunu mən necə deyirlər, özüm əminliklə deyə bilərəm öz adımdan. Az da olsa sizi tanıyıram və sizin yaratdığınız tədbirlərdə olduğuma görə görürəm və həqiqətən də mən əminliklə deyə bilərəm, siz bunu bacarmısınız. Sağ olun, sağ olun, çox sağ olun. Biz həmişə şadıyıq. Necə deyirlər, Azərbaycanlıları bizim cəmiyyətdə görmək, bizim şəhərdə görmək, kimə biz tərəfdən xidmət lazımdırsa biz hər zaman hazırıq. Deməli, çox momentlər olur, bəlkə eşitmişsiniz, konsultadan gəlirlər bizim ofisimizə, burada görüşləri millətlə aparırlar. Biz çalışırıq ki, bizim Azərbaycanlılar Rusiyada, Российской Федерацияда законно находиться eləsinlər. Çünki elə var ki, indi də var Azərbaycanlı bir 30 ildir dokumentsiz burada. 20 ildir dokumentsiz burada. Yəni indiki dövrdə gülüncdür əslində. Bəli, indi hər nə var. İndi lazım deyir harasa getmək. Götür telefonu, zayavka yaz, get Azərbaycanın konsultasiyasına, hər şey sənin üçün eləyirlər. Azərbaycan da bu условияны создавать eləyir. Rusiyada sənin üçün bu условияны создавать eləyir. Niyə sən создавать eləyirsən ki, biz bu cəmiyyəti действительно создавать eləmişik ki, ona görə bu söhbətlər olmasın. Çünki biz gərək 1000 dənə yaxşı, böyük merapiriyyət keçidək, bir dənə pisliyi pozaq. Bir dənə pisliyi pozmaya 1000 gərək gözəl merapiriyyət keçidərsən. Bəlkə o bir dənə çalışa, o bir dənə pisliyi olmasın. Ona görə də ki, çalışırıq bizimkilərə çatdırmaya onu, pislik eləmək bir saniyədir. Amma yaxşılığı eləmək illərlə qazanırsan. Ona görə ki, mən elə başa düşürəm, bizimkilər inşallah bunu başa düşərlər. İnşallah onlara çatar ki, birlikdə güc var. Birlikdə bir dənə güc var. Birlik olsaydı hər yerdə. Burada da özümüzü inkişaf eləyə bilərik, bizim uşaqlarımız inkişaf eləyə bilər. Mən üçün, допустим, fəxrdir, mənim qardaşlarım Azərbaycanda gözəl bir vəzifələrdə işləyir. Onlar üçün də fəxrdir, mən burada gözəl vəzifələrdə işləyirəm. Mən də işidəndə bizim cavanlar gözəl bir həkimlərdirlər. Çox Azərbaycanlılar burada var. Hər tərəfli plastik xirurqlar var, deməli, lorlar var, xirurqlar var, neyroxirurqlar var. Gözəl vəzifələrdə işləyirlər. Biz üçün fəxrdir. İdman sahəsində də çox irəli getmisiniz. İdman sahəsində də bu bizim bir gözəl направлениеdir. Deməli, biz hər tərəfli idman sahəsində kömək eləyirik, допустим, güləşə, kömək eləyirik taekvondoya. Amma bizim özümüzdə var, bizim gözəl bir futbol klubumuz создавать eləyib, bizim cəmiyyətin üzvü Emin Quliyev, onun özü vaxtında öz gücünlə, o da bu, допустим, mən özümdən çox danışa bilərəm. Bizim aktivistlər də elə mənim kimi mən onlara açıq edəcəm, deyirəm, biz xəstə insanıq. Deməli, çünki hər kəs gəlib bu yolu tutmur. Hər kəs deyir ki, mən nəyimə lazımdır, hər kəs deyir ki, niyə gələm mən bura götürməz. Bəli, hər kəs özünə o gücü qoymaq istəmir ki, sabah pis olsun, ya yaxşı olsun. Riski almaq istəyir. Bəli, çünki elə deyil ki, sən komandasına 5 nəfər yığdın, gedirsən çempion olursan. Yox. İllərlə sən o yola gəlirsən. Bizim gözəl komandamız var, Xəzər. Daha biz çempionat Rusiyaya getmişik. Burada Novosibirsk oblast üzvündə hər komandaları udmuşuq, birinci yeri tutmuşuq. Düzdür, uşaqları çağırmışıq, kömək eləyiblər. Bizim bir
gözəl sponsorumuz var, Nizami Milli. O vaxtında finansiva kömək eləyib bizə. Uşaqlarla yığışmışıq, дополнительно finansирование tapmışıq. 70 çempionat Россия. Bir 5 ilin söhbətidir. O vaxt 1 milyon pul çıxır. Kim bizə pul verərdi? Amma görürlər ki, biz düz yoldayıq, o eləyirik. Gözəl futbol turnirimiz var Farman Salmanovun adına. Deməli, niyə Farman Salmanov? Farman Salmanov Azərbaycanlıdır. Farman Salmanov Sibirdə birinci nefti tapan insan olub. Amma onun adını heç kim bilmir. Niyə ki? Xeyr ola. Biz çalışırıq ki, onun adını çatdırmayaq ki, Azərbaycanlı ola-ola bu Sovet dövləti sevə-sevə inkişaf eləməyə görə gəlib burada dokazat eləyib öz xarakteri ilə. Ona deyiblər, yox, bu da burada Novosibirskdə neft var. Deyib, yox, burada yoxdur. Gedib hamıya protiv, gedib Tümündə, Surgutda nefti tapıb, hamıya düz yuxarıya dokazat eləyib. Onun bir gözəl pismosu var. Rukovodителя yazıb ki, значит, я нашел нефть, вот так, точка, Farmanov, точка. То есть, bu intonasiya ilə əgər pismo yazırsansa yuxarıya, ya sən ölməlisən, ya da türməyə düşməlisən. Amma ona giroy verdilər, amma onu qaldırdılar. Onun adında indi Surgutda institut var, küçələr onun adına var, aeroport onun adında var. To есть, belə inkişaf. Ona görə də ki, bu arkadaki kuboklar, bu birinci turnir oldu Farman Salmanovun adına. Bu ikincidir, bu üçüncüdür. Deməli, biz elə o rövində даже futbolu keçirdirik. Bir dənə medalı göstərərəm. Deməli, birinci yerdə uşaqlar alırlar, gözəl kuboklar alırlar, medallar alırlar. Bir də ki, pul alırlar. Birinci yerə 100 min, ikinci yerə 30 min, üçüncü yerə 20 min Rus pulu alırlar. Amma qalan участникlər, то есть 150 nəfər, 160 nəfər, 170 nəfər hər dəfə iştirak edirlər. Biz belə medal создавать elədik, kim uduzub. Onun üstündə yazmışıq, ты лучший. Турнир по мини-футболу, посвященный памяти Farman Salmanova. Bu da neftindən skvajinadır. Qoy bilsinlər millət, nədir, nə tərdir. Amma bizə deyirlər, niyə eləyirsiniz? Lazım deyil, bu дополнительный puldur, finansdır, itd. Biz istəyirik ki, bu uduzan, çünki biz də sportla məşğul olmuşuq, biz də istəmişik evə gəlmək medalıyla, amma alınmayıb. Amma uduzan adam evə gəlir medalıyla, öz uşağın boynuna bu medalı asanda, burada yazılıbsa, sən birincisən, sən yaxşısan, ты лучший, sən gözəlsən, nə tər çatdıra bilir öz uşağına çatdırır, uşaq o qədər emosional удовольствие alır ondan. Biz, допустим, yığışanda cəmiyyətlə biz bu fikrə gəldik də, deyirik ki... Amma çox gözəl fikirdir. Bəli. Yəni, motivasiya verirsiniz. Даже uduzana siz elə bir motivasiya verirsiniz ki, gələn dəfə, yəni... İştirak eləsin, çalışsınlar, bəli, uşaqları götürsünlər özünlə. Ona görə biz bu fikirlərlə qabağa gedirik. Biz istəyirik ki, elə belə olmasın ki, bu dövlət görsün ki, biz yox, biz dövlət üçün onu eləmirik, biz millət üçün deyirik. Biz istəyirik ki, millət görsün hansı fikirlə. Bizə əgər dövlət finansıva kömək eləyirsə, 200 min verirsə, biz o merapiriyatini 400 minlik keçiririk. 500 minlik keçiririk ki, çünki elə çalışmışıq, elə bu fikirlə getmişik ki, qabağa. Dövlət görməlidir ki, biz ondan pul istəmirik. Biz ondan istəyirik ki, bizi ayrı seçkili millət arasında saymasınlar. Bizim də onlar kimi 2 dənə gözlərimiz var, 2 dənə qollarımız var, 2 dənə ayağımız var. Biz də onlar kimi danışa bilirik, biz də onlar kimi inkişaf edə bilirik. Ona görə də ki, harada yaşamasa, yaşayırlarsa Azərbaycanlılar, mən istəyirəm ki, onlar elə hamısı bu fikirlə geçsinlər. Göstərsinlər ki, necə bunlar gözəl insandır, necə hansı gözəl dövlətdə ata-anası anadan olub, hansı dövlətdən onlar necə deyirlər, onların istoriyası, tarixi başlayıb. Göstərsinlər. Çünki çoxu indi, siz demişkən, indiki utanır. Utanır demək, mən rus deyirəm. Çox, yəni uşaqlar indi özünə kompleks edir. Bəli. Niyə gərək utanarsan? Heç utanmaq lazım deyil. Ona görə ki, sən gərək, допустим, baxasan... Kimliyi itirməyəsən. Конечно. Heç utanmaq ondan lazım deyil.
O da ki bu elə orqanizasiya olmalıdır, belə cəmiyyət olmalıdır ki, uşaq görsün, hə, bu Nirus ki, belə eləyir. Bu Azərbaycanlı belə eləyir. Даже bizim aramızda biz gözəl başa düşürük, Azərbaycanlıların arasında sonra ayrı seçkilik salırlar, elə belə. Даже mənə deyirlər, niyə Talış cəmiyyəti eləməmisən, eləmişsən Azərbaycan cəmiyyəti. Yox, bizdə birlik olmalıdır. Biz Azərbaycanlıyıq. Azərbaycanlı kimi mən Talışam. Azərbaycanın içində mən Talışam. Amma burada mən Azərbaycanlıyam. Ona görə mən bir Azərbaycanlı kimi inkişaf edirəm. Azərbaycanın gözəlliyini göstərir. Bu kritikalar məncə savadsızlıqdan irəli gəlir, informasiyaları az olduğundan. Yəni biraz dar düşüncə də deyə bilərik buna. Savadçılıq, kompleks, bu çox uşaqlar inkişaf eləyə bilməyib, ona görə ki, onların içində belə kompleks söhbətlər bu var. Talış nə tapdan yaxşıdır, Talış nə ləzgidən yaxşıdır, nə Azərbaycandan, даже yerazlardan nə yaxşıdır? Yox. Əgər düz hərəkətin varsa, gözəl hərəkətin varsa, düz inkişaf edirsə, malades. Niyə? İnsanlığın olmalıdır, bəli. Deyir, rus dilində deyir ki, человеком ты можешь родиться, а вот людское не теряй. Вот отношение вот это вот к людям нельзя никогда терять. Nезavисимо от того, что nə qədər sən pul qazanmırsan, ya hansı statusa böyənmirsən, uşaqla uşaq olmalısan, böyüklə böyük olmalısan, hər vaxt. Pul öyle şeydir ki, bir gün var. Zaten mən sizin axırıncı tədbirdə Müslüm Maqomayevin keçirdiyi o tədbirdə olmuşdum. Və mən Azərbaycanda yaşayanda belə Müslüm Maqomayev haqqında o qədər məlumatım yox idi. Sizin tədbirdə, yəni Azərbaycandan gəlib Novosibirskdə o tədbirdə mən həqiqətən də o qədər qürurlanırdım ki, ruslar gəlib mənim ölkəmdən olan birisinə bu qədər, yəni pərəstişkarlıq edirlər. Yəni həqiqətən mən orada bütün gecə boyunca zala baxırdım ki, görüm tamam biz Azərbaycanlıyıq da bizim üçün xoşdur. Amma ruslar hətta onun mahnısını belə əzbərə oxuyurdular. Çox gözəl bir hissdir. Bu arada da mən sizə təşəkkür edirəm, məni qırmadınız. Mən sizə Azərbaycan dilində biraz məcbur kimi oldu danışmağa. Təşəkkür edirəm buna görə. Xoş oldu. Məsələn, sizlə biraz Azərbaycan dilində danışdıq. Yəni əvvəldən istəmirdiniz. Uğurlarınız bol olsun. Yəni ürəyinizdə, beyninizdə, fikrinizdə, planınızda nə varsa, inşallah yerinə yetsin. Sağ olun, sağ olun. Bir də bilirsiniz, Azərbaycanlılara kim sizin intervyuya baxar, reportajınıza baxarsa, onlara bilirsiniz nə çatdırmaq istəyirəm? İstəyirəm ki, bu merapiriyatları biz keçirdirik. Belə də merapiriyatlar Azərbaycanın özündə keçirmək lazımdır. Çünki düzdür, biz Azərbaycanda, burada da prosta Rus millətinə baxırsan, onlar öz kulturasından buradan danışmırlar. Öz kulturasından az danışırlar. Mən də Pustin Merin Sovetniki ola, mən vыступать eləyəndə deyirəm ki, niyə gərək Rus merapiriyatisi azdır? Niyə gərək elə olsun? Siz sonra deyirsiniz, Azərbaycanlılar elədir, Azərbaycanlılar qabağa gedirlər. Deyirəm, siz öz ölkənizdəsiniz. Niyə qabağa getmirsiniz? Azərbaycanda da elədir. Mənim fikrimdən niyə görə? Çünki biz oturmuşuq öz evimizdə. Deyirik, ev bizimdir, biz də evin, bizə burada heç nə lazım deyil. Amma millətə çatdırmaq lazımdır. Rus kulturası da gözəldir. Rus kulturası baxırsan, qabaq uşaqlıqda bizə elə çatırdı ki, Ruslar hamısı belə mini yubka giyinirlər, obrisi giyinirlər, tərbiyəsizdirlər, obrisidirlər, bu bizim mentalitetə zid olan. Bəli, amma elə deyil. Kim Rus kulturasını yaxşı bilir, o gözəl yaşayır. Onların paltarları polun üstü belə bağlanır. Onların papaqları, qadınların da, kişilərin də geyimləri. Əgər biz istoriyaya gedib baxsaq, Rus kulturası действительно gözəl kulturdur. Nə ki başqa dövlətlərdə. Öz dövlətimizdə, öz respublikamızda da gərək göstərək ondan. Balansı saxlamaq lazım. Mən həmişə deyirəm, hərdən olur ki, bu indi Rus vətəndaşı olduğuma görə Azərbaycanda bəzi problemlər olanda
Mən həmişə deyirəm ki, əgər bir ölkənin vətəndaşısansa, başqa bir ölkədə yaşayırsansa, balansı qorumaq lazımdır. Bəli. Çünki o ölkəyə də hörmət eləməlisən. Sən əgər oranın çörəyini yeyirsənsə, sən orada yaşayırsansa, sən orada elə davranmalısan ki, nə özünə, nə millətinə söz gətirməyəsən. Yəni bu da biraz bizim üçün son vaxtlarda lap qlobal problemə dönüşüb. Çünki bu düzgün biraz yönləndirmirlər insanlar. Bəli, bəli. Elə həmin sözün qüvvətinə. Mən 96-cı ildə bura keçəndə dədəm mənə bir gözəl sözlər dedi. O hələ yadımdadır. Amma biz orada yaşayanda istəyirdi evdə talış dilində danışmaya, elə belə. Tarix millimidir axı. Deyir, evdə Azərbaycan dilində danışırız. Ata-anama deyir. Azərbaycan dilində danışırız, uşaqlarımız məktəbdə gözəl danışsınlar. Uşaqlar Azərbaycan dili gözəl bilsinlər. Talış dili onların yadından çıxmaz. Heç zaman. Amma düz deyir, həqiqətən Fakt elədir. Mən bura keçəndə mənə dedi. Dedi sən, mənə liçnə deyir. Dedi sən Rus kulturasını Azərbaycan kulturasından yaxşı bilməlisən. Deyirəm, niyə elə belə? Dedi ki, öz kulturanı sən yaddan çıxartmarsan. Çox Amma başqası ilə, başqa ölkədə sizin sözün qüvvətinə o balans söhbəti var. Başqa ölkənin mentalitetini, kulturasını, religiyasını nə qədər gözəl bilsən, sən o qədər özünü yaxşı hiss edirsən. O qədər necə deyim, qabağa gedə bilərsən. O qədər uverенно danışa bilərsən. Amma sənə lişni söz deyəndə sən onlara cavab verə bilərsən. Amma əgər bilmirsən, başa düşmürsən, bir dənə Azərbaycan kulturasını bilirsən, heç qabağa gedə bilmərsən. Sən gərək öz qonşunu yaxşı tanıyasan ki, necə deyirlər, evin yanında o sənə bir vedrə su versin. Təşəkkür edirəm. Sağ olun.